Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün dim test toplusu 2-ci hissədən ehtimal nəzəriyyəsi və statistikanı izah edəcəm. Başlayaq suallara. Birinci sualda deyir ki, qutuda eyni ölçülü 5 ağ və 3 qara kürəcik var. Demək, eyni ölçülü 5 ağ və 3 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin ağ olması ehtimalını tapın. Demək, hadisənin ehtimalını tapmaq üçün əlverişli halların sayı mümkün halların sayına bölməyik. Burada bir kürəcik çıxarıldığına görə mümkün hallar elə ümumi 8 ədəd olacaq. Həmin kürəciyin ağ olması ehtimalı da ağ kürəcikdə 5 dənə olduğuna görə əlverişli hal 5 olacaq. Yəni 8-də 5 olacaq. Doğru cavab Y variantı. İkinci sualda eyni qayda ilə həll olunur. Üçüncü suala diqqət edirik. Üçüncü sualda deyir ki, yeşikdə 6 ağ və 10 qara kürəcik var. Burada deyir, təsadüfən çıxarılan 2 kürənin ağ olması ehtimalı. 2 kürənin ağ olması ehtimalını istəyirsə, burada nə edəcəyik? Biz artıq mümkün halların sayını tapmaq üçün 16 ədəddən x-in seçəcəyik. Bunun üçün kombinezondan istifadə edəcəyik. Yəni kombinezon 16 elementdən 2 olacaq. Surətdə isə 2 kürənin ağ olması, yəni hər ikisinin ağ olmasını ehtimalını istəyir. Surətdə də kombinezon 6 elementdən 2. Bunu həll edəcəyik. Demək, P bərabərdir. Kombinezon 16 elementdən 2, 16 faktorial bölünsün, 14 faktorial vurulsun, 2 faktorial olacaq. Surətdə də 6 faktorial bölünsün, 4 faktorial vurulsun, 2 faktorial. Bu da bərabərdir. 16 faktorialdan 14 faktorial gedəcək. Burada 15 vur 16 qalacaq. Çünki 14 faktorial 1-dən 14-ə qədər ədədlərin hasildir. 16 faktorial isə 1-dən 16-ya qədər. Buradan 2 faktorial 1 vur 2, yəni 2 edir. 16-ya gedəcək 8 qalacaq. Məxrəcdə qalacaq 15 vurulsun 8. Surətdə də 6 faktorialla 4 faktorial gedəcək 5 vur 6. 2 ilə də 6 xısa gedəcək 3. 3 vur 5. Yəni 15. 15 ilə 15 gedəcək xısa qalacaq 8-də. Bir doğru cavab 3-cü sualda A variantı olacaq. 4-cü sualda eyni birinci sual kimidir. Bir şagirdin əlaçı olması ehtimalı, yəni əlaçıların sayını böləcək ümumi sinfin sayına. Sonra keçdik 6-cı suala. 6-cı sualda deyir ki, 2 zər atıldıqda hər iki zərdə düşən xalların sadə ədəd olması ehtimalını tapın. 2 zər atıldıqda mümkün halların sayı, yəni bir zərdə 600 olduğuna görə 2 zər atıldıqda, yəni 6-nın kvadratı. 36 mümkün hal var. Deyir, düşən xalların sadə ədəd olması ehtimalı. Onda mümkün halların sayı 36 oldu. Əlverişli hallar sadə ədəd olması üçün, yəni 2 zər atdığı hər iki zərdə düşən xalların sadə ədəd olması ehtimalı. Yəni burada ola bilər 2-2 olsun. Burada ola bilər 2-3 olsun. 2-5 olsun. Yəni hər ikisi sadə olsun. Sonra ola bilər 3-2 olsun. 3-3 olsun. 3-5 olsun. Bir də ola bilər 5-3 olsun. 5-5 olsun. Daha doğrusu 5-2 də ola bilər. 5-2, 5-3 və 5-5 ola bilər. Demək, 2-2, 2-3, 2-5, 2 ilə olanlar. Sonra 3-2, 3-3, 3-5, 5-2, 5-3 və 5-5. Burada 9 hal mümkün oldu. Yəni, əlverişli hallar üçün say oldu 9 ədəd. Bu da ixtisar gedəcək, qalacaq 4-də 1. Doğru cavab E variantı olacaq. 7-də də eyni qayda ilə mürəkkəb olması ehtimalı. Burada biz zərin üstündə olan mürəkkəb ədədləri 4 ilə 6 olduğuna görə burada 4-4, 4-6 və 6-4 olacaq. Demək, 8-ci suala diqqət edirik. 8-də deyir ki, kisədə eyni ölçülü 11 fişka var. Təsadüfən çıxarılan fişka üzərindəki ədədin 3-ə bölünmə ehtimalını tapın. Burada mümkün hal ümumi say olacaq. Söhbət 1 ədəd çıxarılan fişkadan gedir. Ona görə də ümumi ilə sayı məxrəcdə yazacağıq. Demək ki, 11 ədəd olduğuna görə məxrəc olacaq 11. 3-ə bölünmə ehtimalı əlverişli halda 3-ə bölünən olacaq. Orada olacaq 3, 6, 12, 18. Və bu da 4 ədəd eləyəcək. Demək, doğru cavab 11-də 4 olacaq. 9-cu sualda demək 2,2 və 13 bərabərçiliyinin tam həlləri çoxluğundan təsadüfən götürmüş ədədin sadə olması. Bu da eyni qayda ilə tapılacaq. Yəni, mümkün halların sayı ümumi tam ədədlərin sayı məxrəcdə olacaq. Sadə olanların sayı isə surətdə yazılacaq, tapılacaq. Onu da eyni qayda ilə 11-ci suala diqqət edək. 11-ci sualda bizə verib x kubu üstə gəlsin, x kvadratı çıxılsın 2x bərabərdir 0. Tənliyinin təsadüfən götürmüş həlli. Bunu həll eləyək. Həll etsək, bunu x-i mötərizə xaricində çıxarsaq, x kvadratı plus x minus 2 bərabərdir 0 alarıq.
Ayıraq da 0-a bərabər etsək x bərabər 0, x kvadrat plus x minus 2 bərabər 0. Bunun da kökləri mənfi 2 və 1-dir. Demək bunun 3 dənə kökü var. 0, 1, mənfi 2. Deyir, bunun həllərindən təsadüfən götürülmüş bir həllinin natural ədəd olması ehtimalı. Bunun 3 dənə həlli var, onun bir dənəsi naturaldır. Onda ehtimal olacaq 3-də 1 D variantı. Sonra davam edirik. 12-ci sualda eyni qayda ilə tapılır. 13-cü suala diqqət edək. 13-cü sualda deyir 2 zərb 1 atıldıqda düşən xallar fərqinin 3 olması ehtimalını tapın. Demək, 2 zər atıldıqda yenə 2 zər atılarkən mümkün halların sayı 36 olacaq. Çünki 6 vur 6. Əlverişli hallar isə fərqi 3 olanları yazmalıyıq. Yəni, burada 1 və 4 ola bilər. Fərqi 3 olsun. 4 və 1 ola bilər. Sonra 2 və 5 ola bilər. 5 və 2 ola bilər. 3 və 6 ola bilər və 6 və 3 ola bilər. Yəni, fərqi 3 olan ədədlər, zərin üstündə olan ədədlər bunlardır. Onda hadisənin ehtimalı bərabərdir. Mümkün halların sayı dedik 32 zər atılanda 36. Əlverişli hal isə 3, 6 dənə oldu. O da eləyəcək 6-da 1. Yəni, 13-cün cavabı A variantı olacaq. Eyni qayda ilə 14-də eyni qayda ilə həll olunacaq. 15-ci suala diqqət edirik. Deyir, bir 10 parçasından daxil olan natural ədədlər arasında təsadüfən götürmüş ədədin sadə olması. Bu da asandır. Birdən 10-a qədər natural ədədlər içərisində elə mümkün hallar 10 dənə olacaq. Sadə ədədlərin sayı da surətdə yazılacaq. 16-ya diqqət edək. 16-da 2 zər birgə atıldıqda yenə mümkün halların sayı 2 zər atıldığına görə 36 olacaq. Üst üzə düşən xallar cəminin 10-dan böyük olması ehtimalını tapın. 10-dan böyük olması ehtimalı burada ola bilər. Ən böyük zər 6, zərin üstündə olan ədəd 6 olduğuna görə ondan böyük olanlar 5, 6 olacaq. 6, 5 olacaq. Bir də 6, 6 olacaq. Yəni ondan böyük düşən xallar bunlar olacaq. Onda hadisənin ehtimalı bərabər mümkün hallar 36 oldu. Əlverişli halda 3 dənə oldu. Bu da xısa gedəcək, qalacaq 12-də 1 G variantı. Davam edirik. 17-ci sualda deyir ki, sinifdə 20 şagird var. Sütunlu diaqramda bu şagirdlərin riyaziyyat imtahanından aldığı qiymətlərin statistikası göstərilmişdir. Diaqrama əsasən şagirdlərin aldığı qiymətlərin medianı ilə modasını cəmi tapın. Demək, nə edirik? Burada 17-ci suala yazaq. Deyir, 20 şagird var. Bu qiymət 2, şagirdlərin sayı 3 nəfər. Demək, 2 alanlar 3 nəfərdir. Yəni 2 qiyməti 3 ədəddir. 3 alanlar 7 ədəddir. Yəni 3 qiyməti 7 ədəddir. Sayın yazaq 7 ədəd. Sonra 4 qiymət alan 4 ədəddir. 4 qiymət alan 4 ədəd. 5 qiymət alan da 6 ədəddir. Demək, 5-lərin sayı da 6 ədəddir. Biz bilirik ki, median tapıldıqda, yəni ədədlər kiçikdən böyüyə düzülür. Ortada qalan ədəd median olur. Əgər tək sayda olarsa, cüt sayda olanda isə ortada qalan 2 dənə ədədin ədədi ortası median olur. Bura diqqət edək. Görürük ki, bu 20 dənədir. 20 şagird var. Cüt sayda olduğuna görə ortada qalan 2 ədəd. Yəni burada 9 və demək belə deyək, 20 ədəd isə 10 və 11-ci ədədlər olacaq. Yəni ortada qalan ədədlər. Yəni 3 ilə 4 olacaq. Burada diqqət edək. Çünki 6, 3, 9 ədəd burada qalacaq. 9 ədəd burada qalacaq. 18, 2 dənə ədəd ortada qalacaq. 3 ilə 4. Onda bunun medianı 3 ilə 4-ün cəminin yarısı. 3 isə 4 bölü 2. Yəni 3,5. Və ikinci isə modası. Modada ən çox təkrarlanan ədəddir. Yəni burada qiymət alanlardan ən çox hansı qiyməti alıblar? 3 alıblar deyə, onda modası da 3 olacaq. Modada 3 olacaq. İndi bizə deyir ki, median ilə modanın cəmini tapın. Onda 3,5 ilə 3-ün cəmi də bizə verəcək 7,5, daha doğrusu 6,5. 6,5 D variantı. 2 zər atıldıqda üst üzə düşən xallar cəminin 6-ya bölünən ədəd olması ehtimalın. Bu da asandır. Yəni üst üzə düşən xallar cəminin 6-ya bölünməsi. Burada zərin üstündə ən böyük cəm 12 olduğuna görə 6-ya bölünən ədəd orada ya 6 alınmalıdır cəmi, ya da 12 alınmalıdır. Yəni bunu əlverişli halda buna diqqət yetirmək lazımdır. Eyni qayda ilə 19-da həmin qayda ilə həll olunacaq. 20 də asandır. 50 nəfər iştirak edir. Deyir, iştirakçılar ardıcıl olaraq 1-dən 50-yə qədər nömrələnir. Çıxış etmə növbələri püşkatma ilə təsadüfi qayda müəyyən edilir. Müsabiqədə çıxış edən Tunarın növbəsinin 7-yə bölünən cüt ədəd olması ehtimalı. Bu da 7-yə bölünən cüt ədədlər 50-yə qədər olacaq. 14, 28, 14, 14 artacaq.
Məxrəcdə mümkün halların sayı 50 olacaq. Davam edirik. 21-ci sualda da hasilinin 6 olması eyni tip suallara aiddir. 22-yə baxaq. 22-də qutuda 7 qırmızı, 2 sarı və 3 qara kürə var. Qutudan təsadüfən çıxarılan 3 kürənin qırmızı olması ehtimalı. Demək 3 kürə çıxacaq, 3-ü də qırmızı olacaq. Onda mümkün halların sayı kombinizon 12 elementdən 3 və 3-ü də qırmızı olacaqsa kombinizon 7 elementdən 3 olacaq surətdə. Bu da eləyəcək demək 7 faktorial bölünsün, 4 faktorial vurulsun, 3 faktorial. Məxrəcdə də olacaq 12 faktorial bölünsün, 9 faktorial vurulsun, 3 faktorial da bərabərdir. 7 faktorialla 4 faktorial gedəcək, 4-ə qədər gedəcək, qalacaq 5, 6, 7. Məxrəcdə də 3 faktorial var idi. O da 6 eləyir, bu 6 gedir. Yəni 5 vur 7 surətdə qalır. 9 faktorialla 12 faktorial gedir, qalır 10, 11, 12. Məxrəcdə də 3 faktorial, yəni 1, 2, 3 var, o da 6 eləyir. 12 ilə gedir, qalır məxrəcdə 2. Demək qaldı nə? 5 vur 7 surətdə, 10 vur 11 vur 2 məxrəcdə. 5 ilə də 10-u ixtisar eləm 2 qalır. 2 vur 2, 4, 4 vur 11, 44 eləyəcək. Surətdə də 7 qalacaq. Demək 22-nin cavabı 44-də 7 C variantı olacaq. Eyni qayda ilə 23-də yazmaq olar. 24-dən həll elədik. Median soruşur. Kiçikdən böyüyə düzəcəyik və ortada qalan ədəd. Əgər cüt sayda olarsa, ortada qalan 2 ədədin cəminin yarısı median olacaq. 25-ci suala diqqət edirik. Zəri bir dəfə atdıqda 1 və ya 6 xalının düşməsi ehtimalı. Demək və ya və də fərqlilik var. Və ya dedikdə ehtimallar toplanacaq, və dedikdə isə vurulacaq. Ona diqqət etmək lazımdır. Demək zəri atdıqda 1-in düşmə ehtimalı zərdə 1 dənə 1 olduğuna görə 6-da 1 və ya 6 düşməsi ehtimalı o da 6-da 1 olduğuna görə ehtimallar 6-da 2 eləyəcək. Bu da 3-də 1. Və yaxud da ki, əlverişli hallarda toplama apara bilərsiniz. 1 və ya mümkün hallar 6 olacaq. Əlverişli isə 1 və ya 6, yəni 2 dənə olduğuna görə 6-da 2-ni birbaşa yaza bilərsiniz. O da 3-də 1 eləyəcək A variantı. 26-cı suala diqqət edirik. 26-cı sualda beynəlxalq şahmat turnirində 10 şahmatçı iştirak edir. Demək 10 şahmatçı iştirak edir. Püşqatmada Teymur Rəcəbovun A. Karpovla düşməsi hadisəsinin ehtimalı tapın. Demək 10 şahmatçı iştirak edir. Demək oradan 2 nəfər seçilməlidir. Məxrəc olacaq kombinizon 10 elementdən 2. Deyir orada Teymur Rəcəbovun A. Karpovla düşməsi ehtimalını tapın. Surətdə isə artıq Teymur Rəcəbovun A. Karpovla düşməsi üçün əlverişlər artıq biz 2 nəfərin içindən seçməliyik. Teymur Rəcəbovun A. Karpov mütləq seçilməlidir. Bu da bir halda mümkündür. Kombinizon 2-dən 2. Bu bizə verəcək, məxrəc verəcək 10 faktorial bölünsün 8 faktorial vur 2 faktorial. Yəni bu da edir 45. Surətdə də 1 eləyir, yəni 45-də 1 ehtimal olacaq. Sonra 27-ci suala diqqət edək. 27-ci sualda şəkildəki diaqramda avtomobilin qət etdiyi məsafənin zamandan asılılığı göstərmişdir. Saatlar üzrə gedilən yolun modasını tapın. Moda ən çox təkrarlanan ədəddir. Burada diqqət etmək lazımdır. Burada bəzən şagirdlər qarışdırır. Burada 1-ci saat, 2-ci saat məsələsi var. Burada məsələn 2-də tutaq ki 1-ci saat 90-dır. 1-ci saat 90-dır. 2-ci saatı tapmaq üçün gərək 2-ci saatda 2 saatda gedilən yoldan 1 saatda gedilən yol çıxaq. Yəni 180 düzdür. 2 180 uyğundur. Yəni bu deməkdir ki 2 saatda 180 km yol gedib. Amma əvvəlki 1 saatda 90 km getdiyinə görə 180-dən 90-ı çıxmalıyıq. Bu da 90 olacaq. 3-cü saatda da 180-dən 230-a qalxıbsa, bu da bizə 50 km yol verəcək. Sonra 4-cü saatda 230-dan 300-ə artıbsa, bu da 70 km yol verir. Bir də 300-dən 390-a qalxıb, bu da 90 edir. Demək bunların modası ən çox təkrarlanan 90 olduğuna görə cavab 90 olacaq. Növbəti 28-ci sualda eyni qayda ilə həll olunur. 29-cu sualda deyir ki, yenə zər məsələsidir. Bu da zər məsələsindən çox həll elədik. Bunu da eyni qayda ilə həll edə bilərsiniz. 31-ci sualda modadır. Modadan da yazdıq. Yəni deyir kütlə göstərən ədədlərin modasını tapın. Kütlə göstərən ədədləri yazacağıq. Məsələn, tutaq ki 2017-də Bilalın kütləsi olub 34 kiloqram, 2018-də 36 kiloqram, 2019-da 40 kiloqram. Eyni qayda ilə digər kütlələri də yazacağıq. Burada moda ən çox təkrarlanan kütlə orada nəyi görsəz o olacaq cavab.
Növbəti 32-ci sualda eyni qayda ilə həll olunur. 33-cü suala diqqət edirik. 33-cü sualda diaqramda müxtəlif ölkələrdən Qax və Qəbələ şəhərlərinə istirahətə gedən turistlərin sayı verilmişdir. Bu məlumatı hansı dairəvi diaqram düzgün ifadə edir? Burada diqqət eləməliyik. Demək, 33-cü sual. Demək, Ukraynadan Qəbələyə gələnlərin sayı 35 nəfər. Ukraynadan Qəbələyə gələnlərin sayı. Qaxa gələnlərin sayı isə 25 nəfər. Demək, Qəbələ, Qax. Qəbələyə 35, Qaxa isə 25. Sonra Türkiyəyə gələnlərin sayı. Türkiyədən Qəbələyə gələnlərin sayı. Demək, bu oldu Ukrayna, Türkiyə və Rusiya. Türkiyədən Qəbələyə gələnlərin sayı oldu 10 nəfər. Qaxa gələnlərin sayı 15 nəfər. Rusiyadan Qəbələyə gələnlərin sayı 10 nəfər. Qaxa gələnlərin sayı isə 5 nəfər oldu. Burada diqqət eləsək, bu adamların ümumi sayı, yəni dairəvi diaqramla biz onu göstərəcəksə 100% uyğundur. Bu da bizə verir nə qədər? 60, 85, bu da 15, 100%. Demək, 100 nəfər 100% uyğundur. Demək, hər bir nəfər 1% uyğun olacaq. Onda Ukrayna 60% idisə, dairəvi diaqramda Ukraynanın 60% olanını tapacaq. Ukrayna 60% bir A variantında var. Y-yə baxaq, Y görək. Y-də də 60 yoxdur. Bir dənə Ukrayna 60% olan A variantında var. Diqqət etsək görək ki, həqiqətən də Türkiyə 15-25%dir. Rusiyada 15%. Demək, doğru cavab A variantı olacaq. Demək, məsələn, olsaydı, tutaq ki, 150 nəfər yazacaqdıq. 150 nəfər 100%dir. Məsələn, Qəbələ 60 nəfər idi. 60% də X%. Tənasüblə Qəbələnin, Ukraynanın neçə faiz olduğunu tapacaqdıq. Davam edirik. 34 də eyni qayda ilə həll olunur. 35-ci suala diqqət edirik. Diqqət edək. Blokda düşən suallardan da 35-ci sual deyir. 4 müsbət və 6 mənfi ədəd arasından təsadüfən seçilən 2 ədədin hasilinin müsbət olması ehtimalını tapın. Demək, 4 dənə müsbət ədəd verib, 6 ədəd də mənfi ədəd verib. Təsadüfən seçilən 2 ədəd. Demək, hasilin müsbət olması üçün ya hər ikisi mənfi olmalıdır, ya da hər ikisi müsbət olmalıdır. Çünki hasil müsbət alınması üçün ya hər ikisi mənfi olmalıdır, ya da hər ikisi müsbət. Demək ki, biz ehtimalı tapanda əlverişli hal, mümkün hal daha doğrusu 10 elementdən x-in seçəcəyik. 10 dənə ədəd var. 12 dənəsini seçəcəyik. 2 dənəsini. Olacaq kombinizon 10 elementdən 2. Əlverişli hal isə ya 4 elementdən x-in seçəcəyik. Ya 4 elementdən x-in seçəcəyik. Yəni kombinizon 4 elementdən 2. Ya dedik və ya da artıq plus qoyacağıq. Və ya 6 elementdən x-in seçəcəyik. Demək, kombinizon 6 elementdən 2. Demək, ya bu 2 dənə x də mənfi olmalıdır, ya da x də müsbət olmalıdır. Biz bunu həll edəcəyik. Biləcək 10 faktorial, kombinizon 10 elementdən 2 olacaq. 10 faktorial bölünsün 8 faktorial vur 2 faktorial. Bu da olacaq 4 faktorial bölünsün 2 faktorial vur 2 faktorial. Üstə gəlsin 6 faktorial bölünsün 4 faktorial vurulsun 2 faktorial. Bərabərdir. Demək, burada hesablama aparaq. 10 faktorialla 8 faktorial gedəcək. 9, 10-un 90-ın yarısı 45 edəcək. Sürətdə isə 4 faktorial bölünsün 2 faktorial vur 2 faktorial. 4 faktorial 2 faktorial gedəcək. 3 vur 4, 12-nin yarısı 6. Üstə gəlsin. Burada 6 faktorialla 4 faktorial gedəcək. 5 vur 6 olacaq 30. 30-un yarısı da 15 olacaq. Bu da bizə verəcək 45-də 21. Bunu da 3-ə ixtisar eləsək 15-də 7 olacaq. Doğru cavab B variantı olacaq. Eyni 36 da eyni qayda ilə həll olunacaq. 37-ci sual. 37-ci sualda bizə deyir ki, qutuda 4 sayda A hərfi, demək 37-ci sualda qutuda 4 sayda A, demək 4 ədəd A hərfi var və 7 sayda T hərfi var. Demək 7 dənə də T hərfi var.
Deyir, təsadüfən bir-bir olmaqla ardıcıl olaraq cəmi 3 hərf seçilir. Həmin hərflərin çıxarıldığı ardıcıllıqla ata yazılması ehtimalını tapın. Ata yazılması ehtimalını tapın. Demək, nə edirik? Birinci bizə lazım olan hərf A hərfidir. Burada 4A və 7T hərf var. Demək, 11 hərf var. Bizə A hərfi lazımsa, bizim oradan A çıxarma ehtimalımız 11-də 4 olacaq. Artıq biz A hərfinin birini çıxartdıq. İndi bizə T hərfi lazımdır. Artıq 10 hərf qalıb, onun 7 dənəsi T-dir. Demək, T-nın çıxma ehtimalı 10-da 7. T-nın da birini çıxartdıq. Qaldı 9 hərf. 9 hərfdən bizə A lazımdır. A-nın çıxma ehtimalı 9-da 3 olacaq. Və bu ehtimalların hasilini tapacaq, bizə doğru cavab verəcək. 3 ilə 9 gələcək, 3 qalacaq. 4 ilə 10 gedəcək, 5 qalacaq. Burada da 2 qalacaq. Sürətdə 2, 7-nin 14 olacaq. Məxrəcdə isə 3 vurulsun 11, 33 vurulsun 5. Bu da 165. Yəni 165-də 14 doğru cavab olacaq. Keçirik növbəti 39-cu suala. 39-cu sualda bizə deyir ki, mağazada satışda olan telefonların 60% xarici 60%, digər hissəsi yerli istehsaldır. Digər hissəsi yerli istehsaldır. Demək, yerlilər olacaq 40% onda. 40%. Bizə deyir ki, xarici istehsal olan telefonların 5%, yerlilərin isə 20% xətalıdır. Demək, bunların 5% xətalıdır. 60%-in 5%-i, bu deyir, demək 60 vur 5 bölü 100. 3% edir. Demək, 3% xaricilər xətalıdır. Yəni, xaricilərdən xətasız olanı qaldı. Xətasızı 57% qaldı. 57%. Çünki 60%-in 3%-i xətalı, 5%-i xətalı idi. O da 3% elədi. Ümumi 100%-in 3% elədi. Yerlilərin isə 20%-i xətalıdır. 40%-in 20%-i, bu da 8% eləyir xətalı. Xətalı. Demək, 40%-in 8%-i xətalıdırsa, yerlilərdən də 32% xətasız oldu. Xətasız. Demək, ümumi bunu biz qura bilərik ki, artıq xətasız, xarici xətasız 57%-dir. Yerli xətasız 32%-dir. Xarici xətalı 3%-dir. Ümumi 100%-i bölürük. Və yerli xətalı isə 8%-dir. İndi bizə deyir ki, mağazadan telefon alan müştərinin xətası olmayan telefon aldığına görə bu telefonun yerli istehsal olması hadisəsinin ehtimalını tapın. Yerlinin telefon aldığına görə bu telefonun yerli istehsal olması ehtimalı. İndi əgər bu müştəri xətası olmayan telefon alıbsa, onda hadisənin ehtimalı bərabərdir. Xətasızlar oldu 57%-lə 32%. Yəni oldu 89%. 89%-in yerlisinə nə qədər düşür? Xətasız yerli nə qədər idi? Yerlinin xətasızı 32%-dir. Yəni 89-da 32 doğru cavab B variantı olacaq. Sonra 40-cı suala da diqqət edək. Bu da fərqli tip sualdır. 40-cı sualda deyir, ilk 40 natural ədəd arasından təsadüfi seçilmiş birinin 40 ilə qarşılıqlı sadə ədəd cütü təşkil etməsi hadisəsinin ehtimalını tapın. Demək, biz 40 ilə qarşılıqlı sadə olanların sayını tapmalıyıq. 40 deyim, ilk 40 natural ədəd arasından təsadüf edilmiş 40 ilə qarşılıqlı. Bunun üçün düstur var idi. 40-ı sadə vurgularına ayırırıq. 22-yə 10, 2-yə 5, 5-ə 1. Demək, 40 vurulsun, mötərizədə 1 çıxılsın 2-də 1 və 1 çıxılsın 5-də 1 olacaq. Yəni, bu 40-dan kiçik, 40 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçündür. Demək, 40 vurulsun 2-də 1, vurulsun 5-də 4. Bu da 10 ilə 40 gezəcək 4 dəfə, 4 4-ün 16. Demək, 40-dan kiçik 40 ilə qarşılıqlı sadə olan 16 ədəd var. İndi bizə deyir ki, ilk 40 natural ədəd arasından təsadüfi seçilmiş birinin 40 ədədi ilə qarşılıqlı sadə olması, onda mümkün hallar 40 ədəd olacaq, əlverişli 16 ədəd olacaq. Çünki 40 ilə qarşılıqlı sadə olan 16 ədəd var. 8-ə ixtisar gedəcək, bu da 5 dəfə düşəcək, 2 dəfə düşəcək. Doğru cavab 5-dəki A variantı olacaq. 41-ci sual. 41-ci suala diqqət edirik. Qutuda 4 qırmızı, 5 yaşıl və 7 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin yaşıl və ya qara. Bu da asandır. Hadisənin ehtimalı olacaq. Bir kürəcik çıxarılırsa, kombinezondan istifadə etmirik. Ümumi sayı yazırıq məxrəcdə, yəni 16. Surətdə isə yaşıl və ya qara. Yaşıl və ya qaranın cəmin yazırıq surətdə. Bu da eləyir 5 + 7 12.
Da 4-ə ixtisar gedir. 4-də 3, bu da 0,175, yəni A variantı olacaq. Eyni qayda ilə 42-ci sualda həll edirik. 43-cü sual. 2 zər atıldıqda düşən xalın biri 5, digəri isə sadə ədəd və cəminin tək ədəd olması. 43-ə də baxaq, biraz qarışıq göründü. Demək, 2 zər atıldıqda düşən xalın biri 5-dir. Digəri sadə ədəd və cəmin tək ədəd olması hadisəsidir. Demək, 2 zər atıldıqda düşən xalın biri 5, digəri sadə ədəd və cəmin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Demək, sadə ədəd olsun və cəmin tək ədəd olmasın. Demək, əgər biri 5 isə, sadə ədədlər hansılardır? Zərin üstündə olan sadə ədədlər 2-dir, 3-dür və 5-dir. İndi cəmin tək olması üçün demək digəri 2 düşməlidir. 3-5 düşə bilməz. Çünki cəm bunlarda cüt eləyəcək. İndi 2 zər atıldıqda düşən xalın biri 5 isə, onda hadisənin ehtimalı bərabərdir. Mümkün halların sayı 36-da. Demək, ola bilər biri 5, digəri sadə ədəd və cəmin tək ədəd olması ehtimalı. Yəni 5 ilə 2 ola bilər və yaxud da ki 2 ilə 5 ola bilər. Demək, 5, 2, 1 hal və 2, 5-də 1 hal. Demək, əlverişli alan sayı 2 olacaq. Bu da 18-də 1. Doğru cavab olacaq B variantı. Davam edirik. Demək, 44-cü sual. Diqqət edək 44-cü suala da. 44 tipli suallar necə həll olunur? Deyir, 1, 2, 3, 4, 5 rəqəmlərindən, demək, 1, 2, 3, 4, 5 rəqəmlərindən rəqəmlər təkrar olunmamaqla düzəldilməsi mümkün olan bütün 5 rəqəmli ədədlər. Diqqət edək. Demək, 5 rəqəmli ədədlər hansılar ola bilər? Demək, 5 rəqəm olduğuna görə 5, 4, 3, 2, 1. Niyə bunu yazdıq? 5 rəqəmli ədəd yazmaq üçün bizə 5 dənə ədəd, 5 rəqəm lazımdır. 5 rəqəm lazımdırsa, demək, birinci rəqəmi yazmaq üçün bizim üçün seçim imkanımız 5 ədəd olacaq. Çünki burada 5 dənə fərqli rəqəm var. Artıq rəqəmlər təkrar olunmamaqla dediyinə görə ikinci rəqəm üçün seçim eləsək biz 4 dənə rəqəm seçə bilərik. Çünki artıq birini yazmışıq. Üçüncü rəqəm üçün də eyni qayda ilə bir dənə azalacaq. Dördüncü rəqəm üçün də 5-ci rəqəmə artıq bir rəqəm qalacaq. Demək, onda 5 rəqəmli ədədlərin sayı 5, 4-ün 20, 20 vurulsun 3, 60 vur 2, 120 ədəd 5 rəqəmli ədəd yaza bilərik. Deyir, təsadüfən seçilmiş birinin 12 ilə qurtarması. İndi gəlin görək 5 rəqəm, bu cür rəqəmlərdən istifadə etməklə sonu 12 ilə qurtaran neçə dənə 5 rəqəmli ədəd yazmaq olar. İndi biz bu halda yenə eyni qayda ilə seçim eləyəcəyik və sonuncu rəqəmin 2 olması ehtimalı, sonuncu rəqəm 2 olan ədədlər biz birinci sonundan başlayacağıq. Yəni 2 burada bizim üçün seçim şansı 1 dənədir. Ondan əvvəlki rəqəmdə 1 olması üçün bizim seçim şansımız yenə 1 dənədir. Bu birlər bunların sayıdır. Yəni seçim şansımızın sayıdır. Biz neçə dəfə seçim eləyə bilərik? Tutaq ki, getmişik dükana. Dükanda 1, 2, 3, 4, 5 var. Biz 2 almalıyıq. 2 bizim üçün burada hərəsindən 1 dənə olduğuna görə, yəni biz bir dəfə seçim eləyə bilirik. Yəni 2 bir dənədirsə, elə onu götürəcək, qutaracaq gedəcək. Sonra amma digər rəqəmlər isə, digər rəqəmlər haqqında heç nə demədiyinə görə biz tutaq ki, birinci rəqəmi yazmaq istəyiriksə, artıq biz 1 ilə 2-ni sonlara işlətmişik deyə bizim artıq 3 dənə rəqəmimiz qalıb. Onda birinci rəqəm üçün seçim şansımız 3 dənə olacaq. İkinci rəqəm üçün seçim şansımız 2 dənə olacaq. Sonra üçüncü rəqəm üçün seçim şansımız o da 1 dənə olacaq. Onda ümumi ədədlərin sayı, yəni sonu 12 ilə qurtaran ədədlər 6 ədəd olacaq. Onda hadisənin ehtimalı olacaq əlverişli hallar 6 ədəd, mümkün hallar 120 ədəd. Bu da eləyəcək 20-də 1. 20-də 1, yəni B variantı. Eyni qayda ilə 45-də eyni qayda ilə həll olunacaq. 46-ya baxırıq. 46-cı sualda deyir ki, A çoxluğunun elementlərinin sayı 21, yəni NA bərabərdir 21. B çoxluğunun elementlərinin sayı 9-dur. NB 9-dur. Ortaq elementlərin sayı 3-dür, yəni kəsişməsi 3-dür. Kəsişməsi 3-dür. Bu çoxluğun birləşməsindən təsadüfən götürülmüş. Onda biz bunun birləşməsini tapmalıyıq. Birləşmə bilirik ki, bunların cəminə, A-nın B-nin cəmi çıxılsın kəsişmə. Düstur budur. NA üstəgəl NB çıxılsın A-nın B-nin kəsişməsi. Yəni 21 üstəgəl 9, 30 verəcək. 30-dan 3 çıxanda 27 verəcək. Demək, birləşməsindən seçilirsə, onda mümkün halların sayı 27 ədəd olacaq. Onların deyir, birləşməsindən götürülən bir elementin ortaq element olması. Ortaq elementdə 3 ədəd olduğuna görə əlverişli halların sayı 3 olacaq. Onda 27-də 3 ixtisar gedəcək
9'da 1 cavabı A variantı olacaq. Eyni qayda ilə 47 də eyni qayda ilə tapılacaq. 48-ci suala diqqət edirik. 48-ci sualda deyir ki, tarix fənni üzrə 50 biletdən 14-ündə Şah İsmail Xətai haqqında sual var. Hər biletdə bir sual var. Təsadüfi seçilmiş 2 biletdə Şah İsmail Xətai haqqında sualın olmaması. Əgər 50 biletin 14-ündə Şah İsmail Xətai haqqında sual varsa, demək 50-dən 14-ü çıxırıq, 36 ədədində yoxdur. Təsadüfən seçilmiş 2 bilet. Onda biz 50 kombinezon 50-dən ikisinin mümkün halların sayı üçün seçəcəyik. Deyir, Xətai haqqında sualın olmaması 36-sında yoxdursa, kombinezon 36 elementdən demək o 2 dənə sualı biz 36 dənənin içərisindən seçim edəcəyik. Bu da bizə verəcək nə? 50 faktorial bölünsün 48 faktorial vurulsun 2 faktorial. Surətlər olacaq 36 faktorial bölünsün 34 faktorial vurulsun 2 faktorial. Buradan 2 faktorialları atıram. Qalır nə? Surətdə olur 35 vurulsun 36, 34-ə qədər gedəcək. Məxrəcdə də olur 49 vurulsun 50. 35 ilə 50 5-ə xisar gedəcək 7, 5-ə gedəcək 10. 10-la da 36 gedəcək 2-yə. 18 və 5. 5 vur 49. Olmasın. 5 vur. Demək 7 vurulsun 18 surətdə olacaq. 49 vurulsun 5 isə məxrəc olacaq. 7 ilə 49 xisar gedir. 7 qalır. 7 5-in 35-də 18. Yəni doğru cavab A variantı olacaq. 49-cu suala diqqət edirik. 49-cu sualda bizə verib radiusu R olan çevrəyə aid olan və aid olmayan nöqtələr göstərilmişdir. Təsadüfən seçilmiş 2 nöqtənin çevrə mərkəzindən radiusdan kiçik məsafədə yerləşməsi ehtimalı. Onda nə edirik? Şəkilə diqqət eləsək, görərik ki, radiusdan kiçik məsafədə mərkəzdən hesablanır bu. Radiusdan kiçik məsafədə yerləşən nöqtələr çevrənin daxilində olan nöqtələrdir. Onda biz təsadüfən seçilmiş 2 nöqtənin, demək kombinezon, ümumi nöqtələrin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8 ədəddir. 8 elementdən ki, məxrəcdə olacaq, mümkün halların sayı. Radiusdan kiçik olan nöqtələr də C-dir, D-dir, Y-dir və K-dır. Bu da 2, 4 ədəd olacaq. Demək kombinezon 4 elementdən 2 olacaq. Bizə verəcək 4 faktorial bölünsün 2 faktorial vurulsun 2 faktorial. Məxrəcdə olacaq 8 faktorial bölünsün 6 faktorial vurulsun 2 faktorial. Burada 2 faktoriala gedəcək. Bu qalacaq məxrəcdə 7 vurulsun 8, surətdə də 3 vurulsun 4. 4 ilə 8 gedəcək 2, 2 7-nin 14-də 3 doğru cavab D variantı olacaq. 50-ci suala diqqət edirik. 50-ci sualda 2 zər və 2 dəmir pulu eyni zamanda atılır. Zərlərin hər ikisində tək ədədin, dəmir pulların isə hər ikisində xətti üzünün düşməsi ehtimalı tapın. 2 zər atıldıqda hər ikisində tək ədədin düşməsi ehtimalı, onda 36-da tək ədədlər 1-1 ola bilər. Deyir, hər ikisində tək ədədin 1-1, 1-3, 1-5, sonra 3-1, 3-3, 3-5 və 5-1, 5-3, 5-5. Yəni tək ədəd düşənlər 9 ədəd ola bilər, 36-da 9 vurulsun və olduğuna görə 2 zər və 2 dəmir. Bir-birinin asılı olmayan hadisələr olduğuna görə vuracaq. 2 dəmir pulu atılırsa, dəmir pullarda da xəritə üzünün düşməsi. Yəni 2-də 1 vur 2-də 1 olacaq. Yəni 200-dən biri xəritədir. Bunu hesablayacaq biz. Bu da eləyəcək 36 ilə 9 xisar gedəcək, 4 qalacaq. 4 vur 4, 16-da 1. Doğru cavab B variantı olacaq. Demək, davam edirik. 51-ci sual. 51-ci sualda ilk 184 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin 4-ün 3 rəqəmli bölünəni olması ehtimalını tapın. Demək, ilk 184 natural ədəd içərisindən seçilirsə, bir rəqəm seçilir özdən. Mümkün hallarsa 184 olacaq. Bizim əlverişli alı tapmaq üçün biz ancaq 3 rəqəmli ədədlərin seçməliyik. Yəni, 3 rəqəmli ədədlərdən 4-ə bölünən 184-ə qədər də. Yəni, burada silsilə ilə tapa bilərik. Amma belə seçmə ilə tapa bilərik. Demək, 100, 184. Bu üsulda deyək, amma silsilə ilə tapa bilərik. Ədədi silsilə əmələ gətirir, 4-ə bölünən ədədlər. 4 artacaq. A1 100, A-in 184, D-də 4. Oradan tapa bilərik. Bu cür necə tapılır? Demək, 100-ə qədər olan 4-ə bölünən ədədləri tapmaq üçün ən sonuncu, yəni
3 rəqəmdən qabaq 99-u 4-ə bölürük, natamam qismət tapırıq. Bu bizə verir 24. Və 1-dən 84-ə qədər, 184-ə qədər, 184-də 4-ə bölürük. Bu da bizə verir 4, 4-ün 16, 24-ün içində 6 dəfə yerləşəcək. 46 edir. Bu 46 dənə 4-ə bölünən ədəd var, 1-dən 184-ə qədər. Onun 24 dənəsi bir rəqəmlərin içərisində yerləşdiyinə görə, daha doğrusu 1 və 2 rəqəmlərin içərisində yerləşdiyinə görə 3 rəqəmlərə qalacaq 46 çıx 24, yəni 22 ədəd. Yəni bu üsulla da tapa bilərsiniz. Onda əlverişli alın sayı 22 olacaq. 22 ilə 184 2-yə ixtisar gedəcək. 92-də 11, yəni B variantı qalacaq. Eyni 52-ci sualda bu qayda ilə həll olunur. 53-cü suala diqqət edirik. 53-cü sualda deyir A, B, C, D, E, F nöqtələri bir düz xətt üzərindədir. Bu nöqtələrdən təsadüfən seçilən 2 nöqtədən yalnız birinin çevrəyə aid olması ehtimalı tapılır. Demək bu cür misallarda nə edəcəyik? Yenə burada nöqtələr 6 ədəd olduğuna görə 2 nöqtə seçilirsə kombinezon 6 elementdən 2 yazacağıq. Yalnız birinin çevrəyə aid olması. Burada çevrəyə aid olan nöqtələr C və D olduğuna görə yalnız biri aid olacaqsa kombinezon 2 elementdən 1. Digər isə aid olmamalıdır. Digər isə aid olmayanların içinə seçəcək. A, B, D, Y-dən D, A, B, Y, F-dən birini seçməliyik. Kombinezon 4 elementdən 1 olacaq. Demək biz bunu hesablayacağıq. Kombinezon 2 elementdən 2 eləyir. 4 elementdən 1 4. 6 faktorial bölünsün 4 faktorial vur 2 faktorial. Bu da bizə verəcək 15. Yəni 15-də 8 doğru cavab olacaq. Sonra 54-cü sual. 54-cü sualda demək 1, 2, 3, 4, 5 çoxluğunun elementləri arasından təsadüfən seçilmiş x-inin cəminin 7-yə bərabər olması ehtimalını tapın. Burada yenə təsadüfən seçilmiş x-i hadisənin ehtimalı bərabərdir. Burada 5 ədəd element olduğuna görə mümkün halların kombinezon 5 elementdən ki, əlverişli halların tapmaq üçün cəmi 7 olanları tapmalıyıq. Burada cəmi 7 olan 2, 5-dir. Bir də 3, 4-dür. 2 ədəd. Demək 2, 5 və 3, 4 olduğuna görə biz bunu 2 dənə seçim şansımız olacaq. Onda əlverişli hallar sayı 2 dənə olacaq. Demək 5 faktorial bölünsün 3 faktorial vur 2 faktorial 20-nin yarısı 10 eləyəcək. Onda 2, yəni 0,2 doğru cavab olacaq. 55 də eyni digər əvvəldə yazdığımız suallardandır. Yəni burada intervalından tam ədədlərdir. Təsadüfən A çoxluğundan seçilmiş 2 elementdən birinin müsbət, digərinin isə mənfi olması ehtimalı. Burada olan tam ədədlərin sayı məxrəcdə olacaq kombinezon bunun tam ədədlərinin sayından 2. Surətdə isə birin mənfilərin içərisindən, birin müsbətlərin içindən seçəcəyik. Biri müsbət, digər isə mənfi olsun. İndi 3 dənə mənfi ədəd var, kombinezon 3-dən 1, müsbət ədəddə 6 dənə olacaq, kombinezon 6-dan 1 də surətdə yazılacaq. Bu cür tapılacaq. Sonra 56-cı sualı demək bundan yazmışdıq. Bir dəfə də yazaq. 56-cı sual. Şahmat turnirində 22 şahmatçı iştirak edir. İlk görüşəcək 2 şahmatçının təyin edildiyini bilərək növbəti görüşün Teymur Rəcəbovla və Akarpov arasında olması ehtimalı. Demək 22 şahmatçının 2 şahmatçısı təyin edilibsə 20 şahmatçı qalıb. Yenə eyni qayda ilə növbəti görüşün Teymur Rəcəbov və Akarpov arasında olma ehtimalını soruşur. Onda kombinezon 20 elementdən 2 olacaq. 20 nəfərdən 2 seçiləcək. Teymur Rəcəbovla Akarpovun seçilməsi də bu da bir halda mümkündür. Yəni 2 nəfərin içindən elə həmin adam Teymur Rəcəbovla Akarpovun içərisindən elə bunları seçməliyik elə bil ki. Yəni 2-dən 2 bu da 1 eləyir. Bu da bizə verir 20 faktorial bölünsün 18 10 vur 19 yəni 190-da 1 eləyəcək. Doğru cavab C variantı olacaq. 57 140 ədədinin natural bölənlər arasından təsadüfən seçilmiş birinin sadə olması ehtimalı. Bu da maraqlı sualdır. 57-ci sual. Demək birinci 140-ı biz sadə vurğularına ayırmalıyıq. 142-yə 70, 2-yə 35, 5-ə 7, 7-yə 1. Natural bölənlərin sayı bilirik ki, sadə vurğuları ayırdıqdan sonra qüvvətlərin üzərinə 1 gəlib hasilini tapmalıyıq. Yəni 3 vurulsun, 2 vurulsun, 2. O da eləyəcək 12 ədəd natural böləni var. Deyir 140-ın natural bölənləri arasından təsadüfən seçilmiş birinin. Onda ehtimal bərabərdir 12-də. Birinin sadə ədəd olması ehtimalı. Burada 140-ın natural bölənlərin arasında sadə olanlar 2-dir. 2-dir. Bir də 5, 2, 5, 7-dir. Yəni bunun natural bölənlər içərisində sadə olanlar 2, 5, 7-dir. Yəni 12-də 3 olacaq. Əlverişli sayı yəni 3-dən olacaq. 3-dən 12 ixtisar gedəcək. Qalacaq 4-də 1. Yəni 0,25 doğru cavab olacaq. Sonra 59-cu suala diqqət edirik. 58 də eyni qayda ilə həll olunur. 59-cu suala diqqət edirik.
59-cu sualda bir çevrə üzərində qeyd olunmuş A, B, C, D, E, F, M, N, K, L nöqtələrindən keçən bütün vətərlər çəkildikdə bu vətərlərdən təsadüfən seçilmiş birinin A nöqtəsindən keçməsi ehtimalını tapın. Demək, görək biz bu nöqtələrdən nə qədər vətər keçirə bilərik? Burada demək 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəd nöqtə verilib. Vətərlərin sayını tapmaq üçün biz vətərləri, ümumiyyətlə çevrə üzərində nöqtələri x-in birləşdirdikdə vətər alınır. Ona görə biz bu 10 nöqtədən x-in seçməliyik ki, vətər əmələ gəlsin. Yəni burada olan vətərlərin sayı 10 faktorial bölünsün 8 faktorial vur 2 faktorial. Bu da bizə 9, 10, 90-ın yarısı 45 ədəd vətər olacaq və bu vətərlərdən neçəsi A nöqtəsindən keçəcək. Demək, bunun diqqət eləsək, A-dan başqa hamısı A-dan keçəcək. Yəni L də A-dan keçəcək, K da A-dan keçəcək. Bu da 9 ədəd edir. Demək, A-dan keçən vətərlər 9 ədəd olacaq. Onda ehtimal bərabərdir. Mümkün halların sayı 45 vətərdən 9-u A-dan keçəcək. Bu da ixtisar gedir 5-də 1, yəni 0,2 doğru cavab D variantı olur. Davam edirik. 60 da eyni qayda ilə həll olunur. 61-ci suala diqqət edirik. 61-ci sualda cədvəldə Universitetin Riyaziyyat Fakültəsinin 2-ci kursunda təhsil alan tələbələrin bir neçəsi və onların aldığı təqaüdün məbləğləri verilmişdir. Cədvələ əsasən bu tələbələrin aldığı təqaüdlərin medianını tapın. Bu asan sual idi. Medianı tapmaq üçün biz dedik kiçikdən böyüyə düzməliyik ədədləri. Burada təqaüddən söhbət getdiyinə görə diqqət eləməlisiniz. Tələbələrin sayı burada yazılmayacaq. Tələbələrin sayı təqaüdlərin sayını biz təqaüdü yazmalıyıq. Yəni təqaüdləri də kiçikdən böyüyə düzək. Yəni birinci ən az alan 60 manatdır. 60 manatlar demək 12 ədəddir. 60 manatlar 12 ədəd. Sonra gəlir 70 manatlar 20 ədəd. 70 manatlar 20 ədəd. Sonra 80 manatlar 18 ədəd. 80-lər 18. 90-lar 10 nəfər. 90-lar 10 nəfər. Və 120 alanlar 4 nəfərdir. 120 alanlar da 4 nəfərdir. İndi burada demək ümumi sayı, şagirdlərin sayı 20, 18, 38, 50, 64 nəfərdir. 64 nəfərdirsə demək cüt saydadır. Median ortada qalan 2 ədədin cəminin yarısı olacaq. Ortada qalan ədəd 2 ədəddə 32 və 33-cü ədədlər olacaq. Yəni 70-dən 80. Bu da median olacaq 70-dən 80-in cəminin yarısı. Yəni 150-nin yarısı 75. Doğru cavab C variantı olacaq. 62 eyni qayda ilə 63 cədvəldə seçilən 2 ədədin hər ikisinin irrasional ədəd olması ehtimalı asandır. Demək, mümkün hallar olacaq 10 ədəd olduğuna görə kombinizon ondan ki, əlverişli halda irrasional olanların içindən ikisini seçəcək. Yəni pi plus 3'dür. İrrasionalları mən deyirəm buradan. Pi plus 3, y minus 2,7. Sonra pi bölünsün 3,14. Burada çaşmayın uşaqlar. Pi ilə 3,14 ixtisar etmək olmaz. Yəni pi irrasionaldır, 3,14 rasionaldır. Yəni bunların nisbəti irrasionaldır. Kökdə 37 bölü 3 irrasionaldır. Bu irrasionalın içərisindən də ikisini seçəcək. Kombinizon 4 elementdən 2-də surətdə olacaq. Bu qayda ilə tapılacaq. 63-də həmin qayda ilə, 64-də həmin qayda ilə. 65-ci suala diqqət edirik. 65-ci sualda Qəbələ sözünün hərfləri müxtəlif kartlara yazılaraq qutuya qoyulmuşdur. Demək, Qəbələ sözünün hərfləri müxtəlif kartlara yazılaraq qutuya qoyulmuşdur. Kartların bir-birinin ardınca təsadüfi olaraq çıxardıqda hərflərdən alınan sözün yenə Qəbələ olması ehtimalını tapın. Demək, Qəbələ sözünün hərfləri düzülübsə, demək biz burada 2, 4, 6 hərf çıxaracağıq. Hər biri üçün ayrıca ehtimal tapmalıyıq. Demək, birinci bizə lazım olan hərf Q hərfidir. Q hərfinin çıxma ehtimalı 7-də 1-ə bərabərdir. Artıq Q hərfini çıxarmışıq. İkinci hərf bizə Ə hərfi lazımdır. Qəbələ sözünü yazmaq üçün. Ə hərfi diqqət etsək görək ki, yerdə qalan 5 hərfdən 3-üdür. Onda ehtimal olacaq, daha doğrusu 7 yox, 6. Birincisi 6-da 1. İkincisi isə 5-də 3 olacaq. Çünki 5 hərfdən 3-ü Ədir. Ənin biri də istifadə olundu. Üçüncü bizim çıxardığımız hərf B olmalıdır. B isə 4 hərfdən biridir. 4-də 1. Sonra Ə hərfi çıxarmalıyıq. Yerdə qalan 3 hərfdən ikisi Ədir. Əni də çıxartdıq. Və L çıxarmalıyıq. L da 2 hərfdən biridir. Və sonuncu Ə olduğuna görə bu artıq bir dənə hərf var. Və bizə də həmin hərf lazımdır. Bu da yəqin hadisədə ehtimalı 1-ə bərabərdir. Onda biz bunların hasilini tapsaq, 3 ilə 3-ü aparsaq, 2 ilə 2-ni aparsaq,
Bu da bizə verəcək 6, 5-in 30, 30-u 4-ə vuranda 120-də 1 doğru cavab C variantı olacaq. 66-cı suala da diqqət edək. 66-cı sualda maraqlı sualdır. Demək, 7 mərtəbəli binanın boş liftinə birinci mərtəbədə 3 nəfər mindi. Onlardan hər birinin bir-birindən asılı olmadan ikinci mərtəbədən başlayaraq istənilən mərtəbədə düşə bilər. Onların hər birinin müxtəlif mərtəbədə düşməsi ehtimalını tapın. Demək, 7 mərtəbə binanın boş liftinə birinci mərtəbədə miniblərsə, demək bunlar üçün qarşıda 6 mərtəbə var ki, düşmək üçün. Onda ehtimal bərabərdir. Mümkün hallar hər biri 6, 6, 6 olacaq düşmə ehtimalları. Amma əlverişli isə birinci üçün 6 seçim şansı varsa, ikinci üçün 5 seçim şansı olacaq, üçüncü üçün 4 seçim şansı olacaq. Çünki bunlar eyni mərtəbədə düşə bilməzlər. Bir-birindən sonra deyil, ikinci mərtəbə başlayaraq istənilən mərtəbədə düşə bilər. Onlardan hər birinin müxtəlif mərtəbədə düşməsi. Amma eyni mərtəbədə düşsəydi, onda yəqin hansı olardı, elə 1-ə bərabər olardı. Onda bu halda demək 6 ilə 6 gedəcək, 4 ilə 6 gedəcək 2, burada 3, 6 ilə bu 2 gedəcək 3, 3 üçün 9-da 5 doğru cavab B variantı olacaq. Sonra görək 67-ci sual necə sualdır? 28 nəfərdən ibarət qrupun fizika fənnindən imtahan nəticələri diaqramda verilmişdir. Təsadüfi seçilmiş iki tələbədən birinin A, digərinin Y qiyməti alması ehtimalını tapın. Demək, A qiyməti alanlar 5 nəfərdir. Demək, 67-ci suala diqqət edirik. A qiyməti alan 5 nəfər. Sonra B qiyməti alan 8 nəfər. C qiyməti alan 4 nəfər. D qiyməti alan 6 nəfər və Y qiyməti alan 5 nəfərdir. 5 nəfərdir. Deyir ki, təsadüfən seçilmiş 2 tələbənin birinin A, digərinin Y qiyməti. Onda ehtimal bərabərdir. Ümumi 28 nəfər idi. Kombinezon 28 elementdən 2. Əlverişli isə biri A, biri Y qiyməti alsın. A-nı onda A-ların içindən seçəcək. 5-də 1, kombinezon 5-dən 1. Y-ni də kombinezon 5-dən 1 seçəcək. Bu da bizə verəcək 14 vurulsun 27. Surətdə də 5 vur 5. Bu da böyük bir ədəd eləyəcək. Surətdə 25. Məxrəcdə də axırı 8 D variantı. 378-də 25 doğru cavab olacaq. Sonra çevrə üzərində 6 nöqtə qeyd edilmişdir. Təpə nöqtələri çevrə üzərində qeyd edilən bu nöqtələr olmaqla çəkilən çoxbucaqlar arasından təsadüfən seçilmiş birinin dördbucaqlı olması hadisəsinin ehtimalını tapın. Demək, burada 68-ci sualda bizə çevrə və üzərində nöqtələr verilib. 2, 4, 6 ədəd nöqtə verilib. A, B, C, D, Y. A, B, C, D, Y, F. 6 ədəd nöqtə verilib. Demək, bunun üzərindən çoxbucaqlılar. Neçə çoxbucaq? Çoxbucaqlar 3-dən başladığına görə biz bunun istənilən üçün birləşdirəcək 3 bucaq yarada bilərik. Kombinezon 3, 6 elementdən 3, 3 bucaqların sayı. Plus kombinezon 6 elementdən 4, 4 bucaqların sayı. Plus kombinezon 6 elementdən 5, 5 bucaqların sayı. Plus kombinezon 6 elementdən 6 bucaqların sayıdır. Bu ümumi çoxbucaqların sayıdır. Bizdən soruşur ki, təsadüfən seçilmiş birinin 4 bucaqlı olması ehtimalı. Onda bu olacaq mümkün halların sayı. Kombinezon 6 elementdən 4-də əlverişli alanların sayı olacaq. Demək, P bərabər 6 elementdən 4 15 eləyəcək. Yəni 5 vur 6, 4-ə qədər gedəcək. 30-un yarısı 15. Mümkün halların sayı. Demək, bu 15 elədi. Bu 6 faktorial bölünsün, 3 faktorial vur 3 faktorial. 4, 5, 6. 6'lar gedəcək. 4, 5'in 20 bu elədi. Sonra 6 bu elədi. Bu da 1 elədi. 7, 22, o da 20. 42. 42-də 15. 3-ə ixtisar gedəcək. 14-də 5. Demək, 14-də 5 doğru cavab D variantı olacaq. 69-cu suala diqqət edirik. 69-cu sualda deyir ki, A çoxluğu 1-dən 6-ya qədər deyir çoxluğunun 2 elementli A çoxluqları arasından. Demək, 2 elementli A çoxluqları kombinezonla tapılır. Yəni 6 elementin içindən 2 elementli çoxluqların sayı A çoxluqların sayı. Demək, 6 faktorial bölünsün, 4 faktorial vur 2 faktorial. 4 faktoriala qədər gedəcək, 5 vur 6, 30-un yarısı 15 ədəd eləyəcək. Demək, bunun 2 elementli A çoxluqları 15 ədəddir. Deyir, onların arasından təsadüfi seçilmiş birinin elementləri cəminin A çoxluğunun hər hansı bir elementindən 2 dəfə böyük olmaq. Demək, bu oldu mümkün halların sayı. Demək, mümkün halların sayı 15 oldu. Əlverişli halları yazaq. Deyir, hər hansı bir elementindən 2 dəfə böyük olması. Demək, 1 ilə olanlar 1, 3 ola bilər.
2-dən 2 dəfə çoxdur. 1 5 ola bilər. 3-dən 4-dən 3-dən 2 dəfə çoxdur. Sonra 3 5 ola bilər. 3 5 də 4-dən 2 dəfə çoxdur. Bir tək ədədlər qutardı. İndi 2-lər, cütlər 2 4 ola bilər, 3-dən 2 dəfə çox. 2 6 ola bilər, 4-dən 2 dəfə çox. Bir də 4 6 ola bilər, 5-dən 2 dəfə çox. Bu da 6 ədəd elədi. Demək, onda olacaq necə? Ehtimal bərabərdir. Əlverişli hallar 15 ədəd. Daha doğrusu mümkün hallar 15 ədəd. Əlverişli hal isə 6 ədəd olacaq. Bu da ixtisar gedəcək 3-ə. 5'te 2 doğru cevap D variantı olacaq. Davam edirik. 70-ci sualda deyir ki, diaqramda sentyabr ayı üçün 5 günlük temperatur göstəricisi gecə və gündüz vermişdir. Gündüz üçün göstərən 5 gün orta temperatur hesabı. Orta temperatur ədəd ortadır. Gündüzün hesablayacaq. Gecə ilə işimiz yoxdur. Yəni burada 22, sonra 27 olacaq. Çünki burada bölgülər hər xanaya bir artır. 24, 25, 26, 27 olacaq. Demək 22, 27, sonra 25, sonra 24, sonra 26. Bunların cəmi böləcək 5'ə. Buradan tapa bilərsiniz. Asandır. Sonra nizami filial üçün 5 gün ayın göstəricisinin əslində medianı tapın. Nizami filialın digər filiallarla işimiz yoxdur. Nizami filialının medianını istəyir. Kiçikdən böyüyə düzəndən sonra ortada qalan ədəd median olacaq. Sonra 73-cü suala diqqət edirik. Qutuda eyni ölçülü 3 ağ, 4 qara və 5 yaşıl kürəcik var. Demək 3 ağ, 4 qara və 5 yaşıl kürəcik var. Təsadüfən çıxarmış 3 kürəciyin. Demək 3 kürəcik çıxarılırsa ümumi 12 ədəd edir. Kombinezon 12 elementdən 3. Üçünün də ağ və ya üçünün də yaşıl olması. Üçünün də ağ olması kombinezon 3-dən 3 olacaq və ya dediyinə görə üstəgəl üçünün də yaşıl olması. Yaşıl olması da kombinezon 5 elementdən 3 olacaq. Bu da bizə verəcək nə? 12 elementdən 3 12 faktorial bölünsün 9 faktorial olur 3 faktorial. 3 elementdən 3 1 və 5 elementdən 3 5 faktorial bölünsün 3 faktorial vurulsun 2 faktorial olacaq. Bu 12 ilə 9 gedəcək, 12'ye qədər, 9'a qədər gedəcək, qalacaq 10, 11, 12, 10, 11, 12. 3 faktorial da 6 eləyir, qalsın məxrəcdə. 5 faktorial 3 faktorial gedəcək, 4, 5'in 20 bölü 10 eləyəcək, onun üstünə bir gəndə 11. 11'ə gedəcək, 6 ilə 12 gedəcək. 2, 2 vur 10, 20'də 1. 20'də 1 də 0'dan %5. 0'dan %5 doğru cavab olacaq. Davam edirik. 74-cü suala. 74-cü sualda sinifdəki şagirdlərin 8'i qızdır. Demək 8 qız var sinifdə. Seçilən bir şagirdin oğlan olması ehtimalı 4'dür. Oğlanların sayını bilmirik. Oğlan X. Seçilən bir şagirdin oğlan olması ehtimalı. Onda ümumi sayı olacaq 8 plus X məxrəcdə. Oğlanların sayı sürətdə bərabərdir deyir 4'də. Onda çarpaz vursaq 4x bərabərdir 24 üstəgəl 3x. X bərabərdir 24. Demək oğlanlar sayı 24 demiş. Bizdən soruşur ki, sinifdə neçə şagird var? Qızlarla oğlanların cəmini tapacaq. 8 üstəgəl 24 32 doğru cavab olacaq. 75-ci sual. 75'də deyir ki, qutuda M sayda ağ, N sayda qara kürəcik var. Qutudan çıxarılan bir kürəcin qara olması ehtimalı. Yəni qara surətdə bir kürəcik çıxırsa, yəni burada kombinezondan istifadə olunmur. Qara N surətdə M plus M məxrəcdə bərabərdir 0,7. Onu çarpaz vururuq. Yazaq 75. Demək M sayda ağ, ağların sayı M, qaraların sayı N. Bir kürəcik çıxarılır qara olma ehtimalı. Qara olma ehtimalı M plus N'də N bərabərdir 10'da 7. Çarpaz vururam 10N bərabərdir 7M üstəgəli 7N. Bu da 3N bərabərdir 7M. Burada N'in ən kiçiyi 7, M'in ən kiçiyi 3 olacaq. Çünki M'in hasilinin ən kiçik qiymətini istəyir. 3 7'nin 21 doğru cavab olacaq. 76 da eyni bu qayda ilə. Ballar üzrə modo nəyə bərabərdir? Bu asandır. Ballar üzrə modo tələbələrin sayı heç 15. Ballar üzrə modo ən çox təkrarlanandır. 84 olacaq. Doğru cavab 84. Burada diqqətli olmaq lazımdır. Yəni ballar üzrə modo nəyə bərabərdir? Biz ballardan istifadə edəcəyik. Yəni cavab olaraq bal olacaq. İndi neçə 64 bal toplayan 5 tələbə var.
72 bal toplayan 8 və eyni qayda ilə 84 bal toplayan 15 tələbə var. Ən çox tələbə 84 bal toplayıb, ona görə moda 84 olacaq. Eyni bu qayda ilə 79-cu suala diqqət edirik. 79-cu sualda dülgər bir gündə 3 ədəd, onun köməkçisi 2 ədəd. Demək, usta 3 ədəd, köməkçisi isə 2 ədəd stul hazırlayır. Onlar eyni məhsuldarlıqla cəmi 75 ədəd. Onda x gündən sonra usta 3x dənə, köməkçi 2x dənə və ümumi 75 ədəd stul hazırlayacaqlar. 5x bərabərdir 75, x olacaq 15. Demək, bu stulların 45-in usta hazırlayacaq, 30-un isə köməkçisi hazırlayacaq. Təsadüfən seçilmiş bir stulun usta tərəfindən hazırlanması. Onda ehtimal olacaq 75 ədəd stul idi. Onun usta tərəfindən hazırlanması, yəni 45 olacaq. 75-də 45. 15-ə xisar gedəcəklər 5-də 3. Yəni 0,6 doğru cavab olacaq. 80 də eyni bu tip sualdır. Bu qayda ilə həll olunur. 81-ci suala diqqət edirik. Bir iki atıcı bir-birindən asılı olmayaraq hədəfə atəş açır. Birinci atıcının hədəfi vurma ehtimalı 0,8, ikinci atıcının hədəfi vurma ehtimalı isə 0,7 olarsa, atıcılardan heç olmasa birinin hədəfi vurma ehtimalı. Heç olmasa birinin hədəfi vurma ehtimalı, belə deyək, bunları çoxluqların birləşməsinin elementlərinin sayı üçün düstur var. O düsturla həll edə bilərik. Və yaxud da Venn diaqramı ilə də həll edə bilərik. Belə deyək, biri atıcının A atıcısı bu olsun, B atıcısı bu olsun. Birinci atıcının hədəfi vurma ehtimalı 0,8-dir. İkincinin isə 0,7-dir. Demək, NA 0,8. NB isə 0,7-dir. Onların ikisinin də hədəfi vurma ehtimalı onların hansına bərabərdir? Kəsişmə bunların hansı? 0,8 vur 0,7. Bu deyəcək 0,56. Demək, ortaq olacaq 0,56. 0,8-dən 0,56-nı çıxıb sol tərəfi tapacağıq. Bu bizə verəcək 80-dən 56 çıxacaq da 0,124. İkincisini isə 70-dən 56 çıxacaq 0,114 eləyəcək. Onda deyir, heç olmasa biri hədəfi vursun. Ümumi birləşmə. NA birləşmə B bərabər olacaq. Bu oldu kəsişmə. N A ilə B-nin kəsişməsi. Olacaq. Bunların cəmi 24, 56, 80, üstə 14 gələndə 0,94. Heç olmasa birinin hədəf vurma ehtimalı 0,94 olacaq. Eyni qayda ilə 82-də 83-ə baxırıq. İki atıcı bir-birindən asılı olmayaraq hədəfə atəş açır. Eyni yolla gedirik. Birinci atıcının hədəfi vurma ehtimalı 0,4. Demək, eyni yolla həll edəcəyik. Birincinin vurma ehtimalı 0,4, ikincinin vurma ehtimalı 0,8-dir. Atıcılardan heç birinin hədəfi vura bilməməsi ehtimalını tapın. Demək, birinci atıcının hədəfi vurma ehtimalı 0,4-dür. İkincinin vurma ehtimalı isə 0,8-dir. Heç olmazsa heç birinin hədəfi vura bilməməsi ehtimalını tapın. Onda biz vura bilməməsinə görə gedək. Əgər birincinin hədəfi vurma ehtimalı 0,4-dürsə, vura bilməməsi ehtimalı 0,6-dır. Demək, A-nın vura bilməməsi 0,6-dır. İkincinin hədəfi vura bilməsi, vurma ehtimalı 0,8-ə, vura bilməməsi 0,2-dir. Onların hər ikisinin, heç birinin hədəfi vura bilməməsi ehtimalı, artıq heç biri vura bilməməsi ehtimalı olacaq 0,6 vur 0,2, 0,12 olacaq. Demək, heç birinin vura bilməməsinə görə getdikdə biz ehtimalı, yəni 0,12 doğru cavab olacaq. Demək, bilməməsi üçün bu olacaq. Sonra, demək, 84. 84, bu da eyni qayda ilə həll olunacaq. 85-ci suala diqqət edirik. 85-ci sualda məktəbdəki 100 şagirddən 75-i riyaziyyat, 60-ı tarix və 55-i hər ikisindən əlavə məşğələdə iştirak edir. Demək, 75, 60, 55-də hər ikisi. Onda çoxluğun birləşməsi kimi baxsaq buna, 75 üstə gəlsin 60, çıxılsın 55-i yazmaqla biz ümumilikdə riyaziyyat və tarixə gedən, məşğələyə gedən şagirdlərin sayını tapmış olaraq. 75-dən 55 çıxarıq 20, üstünə 60 gələrik 80 nəfər. Bu da 100 şagirddən 100 şagirddən
80-i məşğələyə gedir. Təsadüfən seçilmiş şagirdin əlavə məşğələlərdə iştirak etməsi ehtimalı onda 100-dən 80-i iştirak edir. Yəni 0,8 doğru cavab olacaq. Eyni qayda ilə 86-cı sualda bu cürdür. 87-ci suala diqqət edirik. 87-ci sualda iki torbada olan eyni formalı sarı və qırmızı kürəciklər haqqında məlumat diaqramda verilmişdir. Birinci torbadan 4 kürəcik götürüb ikinci torbaya qoyuldu. Sonra torbaların hər birindən təsadüfi bir kürəcik çıxarıldı. Çıxarılan hər iki kürəciyin sarı olma ehtimalı bərabər olarsa, əvvəlcə birinci torbadan götürülən kürəciklərin neçəsi qırmızı olmuşdur? Demək, iki torbada olan eyni formalı sarı və qırmızı kürəciklər var. Birinci torbada 6 dənə sarı, 8 dənə qırmızı kürəcik var. İkinci torbada isə 5 dənə sarı, 3 dənə qırmızı kürəcik var. Deyir, birinci torbadan 4 kürəcik götürüb ikinci torbaya qoyuldu. Demək, birinci torbadan 4 kürəcik götürüb ikinci torbaya qoyuldu. Demək, fərz edirəm ki, həmin o 4 kürəciyin x dənəsi sarıymış, 4 minus x dənəsi isə qırmızıymış. Demək, x dənəsi sarıymış, 4 minus x dənəsi isə qırmızıymış. Onda sarıların sayı burada x-dən artacaq, qırmızıların sayı isə 4 minus x-dən artacaq. Çünki buradan götürüb ikinci torbaya qoyuruqsa, demək deyir ki, birinci torbadan 4 kürəcik götürüb ikinci torbaya qoyuldu. Sonra torbaların hər birindən təsadüfən bir kürəcik çıxarıldı. Çıxarılan hər iki kürəciyin sarı olması hadisələrin ehtimalları bərabər olarsa. Demək, sarı olma ehtimalları bərabər olarsa, əvvəlcə birinci torbadan götürülən kürəciklərdən neçəsi qırmızı olmuşdur? Onda burada sarı olma ehtimalı, birincinin sarı olma ehtimalı, kombinizon nə idi? 14 element var idi əvvəlcə. 4 kürəcik götürübsə 10 kürəcik qalıb. 10 kürəciyin sarı olma ehtimalı 6 minus x-ə bərabərdir. Daha doğrusu çıxarılan hər iki kürəciyin, 2 dənə kürəcik, hər birindən təsadüfən bir kürəcik çıxarılıb. İkincidə isə sarı olma ehtimalı 8 ədədi idi, 4 dənə kürəcik əlavə olundu, 12 dənə, sarıların sayı oldu 5 plus x dənə. Deyir, bunlar bərabər oldu. Biz bunları bərabərləşdirib həll eləməliyik. Bərabərləşdirib həll etsək, çarpaz vurarıq. Çarpaz vuranda eləyər 10 vurulsun 5 plus x bərabərdir 12 vurulsun 6 minus x. Buradan 10 ilə 12-ni 2 xəsərləm 6, burada 5 qalacaq. 5 5-ini 25 üstə gəlir 5x bərabərdir 36 çıxılsın 6x. Keçirəm sol tərəfə 6x-ə. 5x-dən 6x toplayıram edir 11x bərabərdir 36, 25 çıxıram 11x bərabər olur 1-ə. Demək, x 1 oldu. Yəni o deməkdir ki, bir dənə sarı kürəcik çıxmışdı, 3 dənə də qırmızı. Yəni burada olmuşdu 5 dənə qırmızı, 5 dənə sarı. Burada da bir dənə sarı gəlmişdisə olmuşdu 6 dənə sarı. 3 dənə də qırmızı gəlmişdisə 6 dənə də qırmızı olmuşdu. Bunun da ehtimalı 2-də 1, bunun da ehtimalı 2-də 1 olmuşdu. Həqiqətən də bizdən də elə bunu soruşurdu. Bizdən soruşur ki, əvvəlcə birinci torbadan götürülən kürəciklərdən neçəsi qırmızı olmuşdu? Qırmızıların sayı neçə dənə götürülmüşdü qırmızı? 3 dənə qırmızı kürəcik götürülmüşdü birincidən. Demək, doğru cavab 3 olacaq. Davam edirik. 88-ci sual. 88. 3 oğlan və 2 qız təsadüf olaraq bir sıraya düzüldükdə bütün oğlanların yan-yana durması ehtimalı tapılır. Demək, 3 oğlan və 2 qız. 3 oğlan və 2 qız bir sıraya düzüldükdə bütün oğlanların yan-yana durması ehtimalı. Onda ümumi mümkün halların sayı 5 faktorialdır, yəni yer dəyişmələri. Üçünün də yan-bayan durması üçün bunlar öz aralarında 3 faktorial dəfə. Sonra bunlara bir nəfər kimi baxıram və birlikdə yenə də 3 faktorial dəfə yer dəyişmə edə bilərlər. Sürətdə olacaq 3 faktorial və 3 faktorial. Bu da bizə verəcək 5 faktorial 3 faktorial gedəcək. 4 vurulsun 5. Yəni 20-də 6. Bu da ixtisar gedəcək 10-da 3. Yəni 0,10-da 3 doğru cavab olacaq. 89-da 4 oğlan və 2 qız var. Təsadüfən seçilən 3 nəfərdən ikisinin oğlan. Bu da asandır. Demək,
89'u da yazaq. Sonlarıdır. Demək dərnəkdə 4 oğlan və 2 qız var. Ümumi 6 nəfər. 3 nəfər seçilir. Kombinezon 6 elementdən 3. 3 nəfərdən ikisi oğlan olmalıdır. Kombinezon 4-dən 2, çünki 4 oğlan var. Və biri qız olmalıdır. Kombinezon 2-dən 1 olacaq. Bizdən bunu istəyir. Bu da eləyəcək 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial. 4 faktorial 2 faktorial vur 2 faktorial vurulsun. Elə bu da 2 verəcək. Bu 3 4-ün 12 bölü 2 6 vur 2 12 bu eləyəcək. 4 5 6 20 də bu eləyəcək. Bu da 0,6 doğru cavab verəcək. Digərləri demək bizə 90 sualda ekvatorun təsadüfən seçilmiş ikisinin həqiqi kökün olmaması ehtimalı. Biz diskriminantlarını tapacağıq. Diskriminant sıfırdan kiçik eləyəndən həqiqi kök olmayacaq. Təsadüfən seçilmiş ikisi deyir. Burada 2, 4, 5 dənə tənlik var. Kombinezon 5 elementdən 2 məxrəcli olacaq. Surətdə isə neçə dənəsində diskriminant sıfırdan kiçik olacaqsa, kombinezon həmin elementdən 2 olacaq. Bunu həll edib cavabı tapa bilərsiniz. Belə dəyərli şagirdlər, ümid edirəm ki, nəsə izah edə bildik. Siz də inşallah ki, başa düşdünüz. Sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm. Davamını da inşallah növbəti videoda izah edəcəm. Sağ olun, gələn görüşlərdə.